Görünür süni intellektə ünvanlanan sualların əhəmiyyətli hissəsi insanların şəxsi həyatları ilə bağlıdır. Elə son statistik göstəricilərdən də məlum olur ki, süni intellektə ünvanlanan müraciətlərin 55% şəxsi, 30% isə işgüzar məsələlərlə əlaqəlidir. Psixoloq İlahə Aslanovanın sözlərinə görə, insanlar artıq problemləri, ailə münasibətləri ilə bağlı suallarını da süni intellektə ünvanlayırlar və bunun da bir sıra səbəbləri var. Süni intellekt 24 saat əlçatandır. Bəzi mövzular var ki, hansı ki onları araşdırmalıyıq, müəyyən mənbələri axtarmalıyıq. Süni intellekt nə edir? Zamanımıza və müəyyən bir efor xərcləməyimizə qarşısını alır. Bəzi mövzular var ki, o həssas mövzulardır və bilinməsin və anonimlik xarakteri daşısın. Birinci növbədə bunu bilməliyik ki, süni intellekt hər zaman doğru cavablar vermir və bilməliyik ki, sosial münasibətlərimizə ciddi təsir göstərir, insanın tənqidi düşüncəsini zəiflədir. İnsan sosial varlıqdır və araşdıra bilən bir varlıqdır, lakin bu vasitələr bizi bu keyfiyyətlərimizin zəifləməsinə gətirib çıxardar. Mütəxəssislər hesab edirlər ki, süni intellekt gündəlik həyatı asanlaşdıran faydalı vasitə olsa da, onun təqdim etdiyi məlumatlara tənqidi yanaşmaq vacibdir. Xüsusilə vacib qərarlar verilərkən və ya həssas mövzularda əlavə mənbələrə müraciət etmək tövsiyə olunur. Nigar Qəhrəmanlı, İlham Əkələyeva, Cəfər Qasımov, Xəbər Ertəsi.